Pourquoi je vis? Pourquoi je meurs? Pourquoi je ris? Pourquoi je pleure? Voici le SOS d'un terrien en détresse. Si jamais il vient sur toi, je t'appellerai oiseau sur mon bras. Je dérange mon enfant, si jamais ça fait pour moi. Je toujours au fond de la nuit avec les mondes cités. J'ai comme des envies, des métamorphoses. Je suis quelque chose qui m'attire, qui m'attire, qui m'attire. Ouais, le Canım benim. Ay sen Sen hoş gelmişsin. Sen hoş gelmişsin. Muhteşem. İcazenizle. Muhteşem. O neydi? Burada O hal-hazırda neydi? çok büyük bir mübahisə başlayacaq. Mən icazə Sen verin bize birinci... bütün hisleri bir yerde yaşattın. Bütün hisleri biz Çünkü bir özü yerde yaşadı yaşattık. ilk növbədə. Hem tecrübe, hem sevindik, hem kederlendik, hem hissiyatımızı, bizim böyle ruhumuzu çıkarttın, tuttun öz elinde. Və niyə? Sağ ol. Mən bir şey söyləyim. 1978-ci ildə Starmania operası yazılır. Bu bir musical idi, böyük bir musical idi və məxsusi olaraq solist üçün bu mahnı yenə də başladı da. 2 yarım oktava bəstələnib. Çünki həmin o səsin, həmin o solistin çox unikal bir vokalı var idi. Məhz həmin o insan üçün 1978-ci ildə bəstələnmiş bu nəğməni mütəmadi olaraq müsabiqələrdə oxumağa cəhd ediblər. Mən çox eşitmişəm bu mahnının versiyalarını. Hidayət, səndə alındı. Və öz növbəmi, Təşəkkür edirəm. öz növbəmdə demək istədiklərimi bitirim, sonra digər həmkarlarım danışsın. Mənim də həmişə ürəyimdə arzu olub ki, bu müsabiqədə dəyərli insanlarla yanaşı olum və çox möhtəşəm bir səs gəlsin, hansını ki, mən finala aparım. Mənim komandamda. Hidayet Beləsi mümkün değil. yoxdur. Mən düşünürəm ki, biz hamımız O bunu çok finala güclü. aparmaq istəyirik, ay Murad. güclü. Və Azərbaycanda bu janr ifaçılarının bir böyük problemi var. Prodüser problemi var. Tamamilə razıyam. Dərhal, Tamamilə razıyam. dərhal özün, Murad sən özün təqdim elədin. Hidayət, əlbəttə ki, seçim sənindir. Hamımızı kövrəltdin, doğrudan. Hardansan, nə ilə məşğulsan, bu nə səsdir belə? İlk öncə hər birinizi salamlayıram və hər biriniz dəyərli və əzizsiz. Çox sağ olun bu enerjiyə görə. Çox sağ olun. Hal-hazırda Bakı Musiqi Akademiyasının magistra daxil oldum. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında solisti və aktyoruyam. Hətta, nə gözəl. O gün olsun inşallah. Teşekkür. Halk artisti olasan bütün dünya seni tanısın. Bizim halkımız elbette ki ilk önce seni tanısın, sevsin. Elə Bu giriş çok- etdin ki, mən onu istəyirəm ki, tamaşaçılarımız da eşitsin. Səndən sonra müzakirəyə qoymaq istəmirəm. Sən elə bir girişlə etdin ki, mən belə yerimdə belə dik atıldım ki, Aha. bu nə? Yəni sən Adam artıq səsləndi ilk elə notdan dedin ki, mən gəlmişəm. Bilən xanım sənə dünyada tanınmağa arzu elədi. Mən öz komandamda məhz belə insanları toplayıram və çox istərdim ki, sən mənə gələsən. Təşəkkür Mən edirəm. artıq bilirəm bu səslə və səninlə nə edəcəm. Heç kim səni əldən qaçırtmaq Hidayət istəmir. prodüserlər Heç həmişə kim, daha heç çox kim. bilir.
Dünən gecə kimi mən seçəcəyimi yuxuda görmüşdüm bugün. Kimdi o? Musiqi parçası ilə istəyirəm səsləndirim. Oy, İcazənizlə. Lap- lap- Oydu ürəyim, Halımız ürəyim dəyişdi. dayanacaq mənim. İntizar. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Tuncay Ağayeva. İş ondadır ki, fərq eləmir. Peki bu oğlan doğrudan da tanınsın. Bəli, çox önəmlidir. Əmin əllərdəsən. Çox böyük uğurlar arzu edirəm sənə. Sənə uğurlar. Peki sən tanınasın. Uğurlar sənə. Uğurlar olsun. Görüşərik. Çok güzel, çok güzel. Ne sesler varmış, haberimiz yoktu. Görürsen ki. Murat ne oldu? Yattın. Özüve gittin Murat. Əsəbləşdi deyəsən. Mən Kövrəldi, bilmirəm. əsəbləşdi. Amma mən Tunçaya xanımın yerinə çox sevindim. Həqiqətən çox gözəl bir kadr. Təbii ki, Ben amma özüne de demek istedim ki fark edemez kimi seçir ama o sesi tanısınlar. Oradan da Azerbaycan tanısın, sevsin ve değer versinler. Bizim halkımız değer bilen bir halk. mənə elə gəlir ki, mən o hissləri ki, bu musicalın parçasından aldım, Hidayətin səsindən aldım. Mən bilmirəm, ikinci dəfə bu hissləri yaşayacağam bu müsabiqədə. Tünzal, ürəkdən təbrik edirəm. Mən bilirəm ki, sənin işin bu dəqiqə çox Çox çətindir. çətindir, hə. Mən onu gözəl anlayıram. Bu məni biraz motivasiya eləyir. Həm məsuliyyət altına qoyur. Çünki Və bizi yəni də biraz əsəbləşdirir. unikallıq olduqca sənin məsuliyyətin artır. Bu ağırlığı mən hiss eləyirəm. İnşallah öhdəsindən. Çok qəribə bir şeydir. Mən məsəl üçün əsəbləşmirəm. Mən istəyəndə fikirləşirəm ki, məni də seçə bilər. Ya yox, sakit Güzəllər, yanaşma. Devdarı da. Oyundu da. Muradı amma Aramızda Murad da oyundu. doğrudan da fikrə getdi. Çox istəyirdim Elə yəni. olmamalıdır. Yox, biz Mən sakit oyuncuyam, yanaşırıq çünki oyuncu. Mən Oyun istəyirəm oynayıram. Azərbaycan musiqisi qazansın. Bəli, bəli. Yəni mənim üçün ilk növbədə odur. Bravo! Canım mənim canım. Hidayət, sən nə elədin? Sən nə elədin Hidayət? Əslində göz yaşları bu otaqda daha çox növbəti mərhələyə keçib gəlməyən iştirakçılar gələndə olur, amma sən bizi sevincdən, heyrətdən kövrətdin. Nəsə demək istəyirsən, nəsə deyə biləcəksən? Təbrik eləyirəm. Sağ ol, çox sağ ol. Gedin amma yenə gələcəksiniz. İndilik gedə bilərsiniz. Sağ olun. Uğurlar sizə. Çox sağ ol.